Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Bugün yenə sizinlə birlikdə Gəncəyə gedirik. Gəncə Molda gəzdik, dadlı yeməklər yedik, yeni açılmış restoranda alış-veriş etdik və günümüz çox maraqlı keçdi. Üstəlik evdə də görüləsi işlər var idi. Hər şeyi sizinlə paylaşmaq üçün gözəl bir vlog hazırlamışam. İndi isə yaxın əyləşin, çayınızı, kofenizi götürün və 6 dəqiqəlik mənim dünyama səyahət edin. Bugün evdə başqa dadlı yeməklər olmasına baxmayaraq, mənim ürəyim nədənsə kartoşka qızartması istədi. Ona görə də başladım bu yeməyi özüm üçün hazırlamağa. Hər kəsin kartoşkanı doğrama üslubu fərqli olur. Kimisi iri kəsir, kimisi çox nazik edir. Mən isə orta ölçüdə kəsirəm ki, həm xırt-xırt olsun, həm də içi yumşaq olsun. Son vaxtlar isə bu kəsim prosesini mən dilikli bıçaq vasitəsilə edirəm. Bu zaman həm estetik olaraq da gözəl görünüş alır. Bu arada sizcə kartoşkanı əvvəlcədən suda saxlamaq lazımdır, yoxsa yox? Mən bəzən saxlayıram ki, nişastası çıxsın və daha xırt-xırt olsun. Amma bu dəfə tələsirəm, ona görə də birbaşa hazırlayacağım. Bizdə evdə anam, nənəm kartoşka hazırlayarkən onlar təmiz bir dəsmalın üzərinə sərirdilər kartof dilimlərini, daha sonra qızartmağa başlayırdılar. Ümumiyyətlə evdə kartoşka qızaranda bilirsən ki, 5 dəqiqəyə ətraflı dadlı bir iy bürüyəcək. Hələ bu səs sadəcə mükəmməldir. Hələ ki, hər şey tam istədiyim kimi alınır. Üstəlik kartof qızarması tək başına dadlı olsa da, yanına ketçup, mayonez və sadəcə qatıq əlavə etsəz, ləzzəti 2 qat artırmış olacaqsınız. Siz hansını sevirsiniz? Kartoşka qızarana dək mən bir neçə dəqiqəmi daha səmərəli keçirmək istəyirəm və dönəndən qalmış qabları silirəm. Bu mənim ən sevdiyim sadə armudlu stəkanlardır. Bunlarda çay içməyi çox sevirik. Xüsusilə də bu stəkanlarda biz həyətdə çay içirik və elə dünən də çərşənbə idi. Ona görə də tonqal ətrafında gözəl çay süfrəsi hazırlamışdım. Orada istifadə etmişdik. Dostlar, yemək çox ləzzətli alınmışdı. Mən rahat əyləşib doyunca yeməyimi yedim. Daha sonra qonaq otağına keçdim. Orada isə şirniyyatlarla bir fincan çay içdim və qızım da gözəl rəqs edirdi. Onu da çəkdim ki, görəsiz siz də. Daha sonra hazırlaşıb birlikdə şəhərə yollandıq. Artıq hava qaralır, iftarın vaxtına da çox az qalıb. Əhvalımız da yerindədir, gözəl abu-havada. Biz Gəncə Mola gəldik. Biraz əylənmək, alış-veriş etmək, dadlı yeməklər yemək planımız var. Gəlin görək bugün bizi burada nələr gözləyir. İlk olaraq yemək yemək üçün Madoya gəldik. Burada yeməklər həm dadlı, həm də təqdimatlar göz oxşayır. Gəlin görək bugün nə yeyəcəyik. Burada seçim etmək çox çətindir. Çünki yeməklər çox dadlı olur, görünüşləri isə sadəcə mükəmməl. Ancaq mən evdə yemək yeyib çıxdığıma görə özümə belə bir fərqli ayran gördüm. Bu almalı idi. Tərkibində alma və darçın var idi. Dadı çox qəşəng idi, çox bəyəndim. Qiyməti 5 manat idi. Ona görə də özümə bu ayrandan və pizza sifariş etdim. Yoldaşım isə orucunu açırdı. Ona görə də mərci şorbası və gördüyünüz bu yeməkdən sifariş vermişdi. Onun yeməyinin də dadına baxdım. Dadlı idi. Sadəcə mənə görə biraz turş idi. Sanki pomidoru çox olmuşdu. Biz yeməyimizi yedik, bitirdik. Daha sonra qızımın istəyi ilə McDonald's-a gəldik. Çünki qızım Happy Meal-i çox sevir və bu dəfə o özü üçün seçdi. Hətta ödənişi də özü etmək istədi. Gəlin görək o bugün nələr seçdi. Əslində qızımın yeməklə arası çox da yaxşı deyil. Ancaq Happy Meal-in seçimlərini çox bəyənir. Çünki burada həmişə gözəl bir sürpriz olur. Sifarişi verdik və getdik əyləşdik. Burada Ramazana aid gözəl bir güşə də yaratmışdılar. Artıq bizim yeməyimiz hazırdır. Onu götürdük və stolda əyləşdik. Qızım həvəslə qutunun içərisinə baxırdı ki, onun üçün hansı hədiyyə çıxacaq. Və budur, gözlədiyi o hədiyyə. Hətta hədiyyəni tapanda necə sevinci var. Qızımın üzündəki bu ifadəni görəndə o hər şeyə dəyər. Yeməklər də çox dadlı idi, amma əsasən qızımın reaksiyası hər şeyi əvəz edirdi. Onun bu həvəsi və sevinci məni çox sevindirir. Yəni bəzən sadə şeylər də böyük xoşbəxtliklər gətirir. Yeməkləri bitirdik və alış-veriş üçün biraz daha gəzməyə qərar verdik. İndi isə Pepco mağazasına gəldik. Burada həmişə maraqlı və ucuz məhsullar tapmaq olur. Bu dəfə nə alacağıma qərar verə bilmirəm. Hər şey çox gözəl görünür. Ev üçün bir neçə kiçik əşya aldıq. Daha sonra qızım üçün baxmağa davam etdim. Arada havalar çox isti idi və mən qızımın yay paltarlarına baxanda gördüm ki, geyimlər əyninə çox kiçikdir. Qısa qol köynəkləri ümumiyyətlə əyninə çox dar olur. Ona görə də düşündüm ki, ilkin olaraq ona bir neçə dənə qısa qol köynək alım.
Özünə bir neçə xırda əşya seçdi, daha sonra biz geyinib soyunma otağına getdik. Seçdiyimiz paltarlara orada geyinib baxdıq. 2 ədəd qısa qol köynək götürdük və evə yollandıq. Maşınımızı biraz uzaqda saxlamışdıq. Maşına gedənə qədər yolda çox üşüdük. Hava necə də soyuqlaşır. Və budur, biz maşınımıza əyləşirik və evə doğru yola düşürük. Evə çatdıq, əynimizi dəyişib rahatlaşdıq. Daha sonra aldığımız əşyalara baxdıq. Burada mən yalnız qızım üçün aldığım 2 ədəd qısa qol köynəyi və onun seçdiyi bir neçə xırda əşyanı göstərirəm. Qızım yavaş-yavaş yuxuya gedir. Yoldaşım isə öz işləri ilə məşğuldur. Mən isə kompüteri açıram və YouTube kanalımın statistikasını incələyirəm. Bu arada, əgər hələ də kanalıma abunə olmamısınızsa, indi bunu etmək fürsətdir. Kanalıma abunə olub hər yeni videomdan xəbərdar ola bilərsiniz. Çox sağ olun ki, dəstək olursunuz. Kanalımda müxtəlif maraqlı videolar var. Gündəlik vloqlar, motivasiya dolu məzmunlar, maraqlı məlumatlar, dadlı yemək reseptləri hamınızın bəyənəcəyinə ümid edirəm. İndi isə hələlik növbəti videolarda görüşənə qədər.